nə səbəb olur, nə müsəlmana icazə verir ki, o təyəmmüm eləsin. Yəni, olar ki, mən elə belə, heç bir problem yoxdur, sadəcə olaraq biraz soyuqda hava, həyətə düşməyim, evdə torpaq var, əlmi vurum torpağa, təyəmmüm eləyim, namazımı qılım. Olar ya olmaz? Olar ya olmaz? Olmaz. Niyə olmaz? Zərurət yox. Qanun qayda var. Şəxs öz fikrinə uyğun nədir? Dini əməllərin həyata keçirə bilməz. Məsələn, bəziləri soruşur bizdən, bu müştəhidlərə təqlid nə məsələdir? Bu hələ israrlı olaraq, bu problem olaraq qalıb. Mən onlara cavabım belə olur. Sizə kim dedi ki, təqlid eləmək vacibdir? Kim dedi ki, təqlid eləmək vacibdir? Heç kim deməyib. Hələ tələsmir, səbir. Heç kim deməyib, təqlid eləmək vacibdir. Şəriət bunu deyib. Əgər sən, möhtərəm qardaş, özün Qur'an-ı Kərimdən və hədislərdən sənin qarşıya çıxan məsələni özün istinbat eləyə biləcəksənsə, sənə təqlid eləmək haramdır. Kim dedi vacibdir? Təqlid eləmək sənə haramdır. Bu mənanla deyirəm, kim dedi sənə təqlid vacibdir? Əgər şəxs özü bu həddə yetişibsə, ona təqlid eləmək caizdir kiməsə. Yox, əgər bacarmırsansa, problemlə qarşılaşdın. Qur'anda ayə var, amma sən bilmirsən ki, bunu, məsələn, bir heyvandır, üstündə Allahın adı zikr olunmayıb, kəsilib. Şəxs də deyir ki, hələ qılıncı vurdım başına, nə Allahın adını zikr elədim, nə də üzü qiblə. Bunu verdim sənə, təzə başını kəsmişəm bu qoçun. Ha, isti. Götür yiyinə. İndi bu adam neynəməlidir? Götürə bilər ya yox. Öz ağlına qalsa, burada nə var ki, nə problem var ki, təzə kəsilməyib, gigiyenik baxımdan heç bir problem yoxdur ortada. Eləyə bilər, götürsün onu, pişirsin, yesin, filan eləsin, eyb yox. Amma şəriət baxımından olmaz. Niyə? Çünki Qur'an-ı Kərimdə ayə var ki, o şey ki, onun üstündə Allahın adı zikr olunmayıb, onu yemək olmaz. La tə'kulu, yeməyin. Qadağadır, nəhi. Allah haram eləyir. İndi mən bundan xəbərim yoxdur. Xəbərim yoxdursa, Allahın haramı mənim üçün nə olacaq? Halal. Bu problemlərlə qarşılaşmamaq üçün məsləhət görərik qardaşlara, neynəsinlər? Bir müştehidə təqlid eləsinlər. Amma özü bacarırsa təqlid eləmək haramdır.